Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain minel an ila liqa yevmiddin. Nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Allah Teala ibadet taatimizi kabul eylesin, bizi beğendiği bendelerden karar versin. Dünya ve ahiret peygamber ve ehl-i beytinin ziyaret ve şefaatini nasip eylesin. Günahlarımızı bağışlasın, dualarımızı kabul eylesin inşallah. Hastalarımıza şifa versin. İltimas eyleyenlerin dualarını kabul eylesin. Ağa İmam zamanı zuhurun tezil eylesin. Biz de ağanı tanıyıp ona kömək olub onun karşısında şehit olanlardan karar versin inşallah. Söhbətimiz inşallah 93-cü xütbənin əvvəlindən birinci hissəsindən olacaq. Bu xütbəni belə tarixlərə görə, tarixi yazılara görə Həzrət Siffin və Nəhərəvan müharibəsindən sonra danışıb və inşallah biz də hissə o xütbənin içərisində olanlara işarə edəcəyik. Əmmə bəd həmdillah və səna əleyh əyyuhənnas. Həzrət əvvəldə həmd səna eləyir Allaha, ondan sonra buyurur ki, əyyuhənnas, ey cəmaat, fə inni qəfətu əynəl fitnə və ləm yəkun li təcriyə əleyha əhədun qeyri. Həzrət deyir ki, cəmaat, mən fitnənin gözünü kör elədim. Ki, təbiidir ki, Siffin müharibəsi çox çətin bir müharibə idi. Ardıcan böyük fitnələr gəldi. Əmrasın Quranı nizəyə vurmaq mövzuları çıxdı ortalığa. Onun hesabına Əli əleyhissalamın qoşunun içərisindəki ixtilafların yaranması, sonra Muaviyə ilə həkəmiyyətə məcbur olunma məsələsi, sonra təzədən həkəmiyyətin pozulma məsələsi ki, bunlar o dəstə həmin insanlar ki, Quranın nizəyə vurulmasına görə Əli əleyhissalama müxalif çıxmışdılar və nəhayət ardıca Nəhərəvan müharibəsi gəldi. Nəhərəvan müharibəsi də ağır müharibə idi, çünki Əli əleyhissalamın öz qoşunundan ayrılmış insanlarla, dünən bir yerdə vuruşan insanlarla müharibə idi. Fitnə fəsad çox dərin idi. Həzrət də buyurur ki, yəni o mövzu o cürə həll oldu da indi Həzrətin söhbətindən sonra qayıdıb gələnlər, tövbə eləyənlər də oldu, öldürülənlər də oldu, qaçıb gizlənənlər də oldu. Hər halda o fitnə keçdi. Həzrət buyurur ki, fə-inni qəfətu eynəl fitnə fələm yəkun liyəstəriyə əleyha əhədun qeyri. Mən fitnənin gözünü kör elədim və məndən də başqa heç kim bunu bu cürət eləyə bilməzdi, bu işi görə bilməzdi. Çünki dediyimiz kimi də məsələ biraz çətin idi. Hətta Muaviyə ilə müharibə eləməkdən də çətin idi Nəhərəvanın müharibəsi. Çünki Muaviyə əvvəlcədən müxalifət mövqeyi tutmuşdu. Muaviyənin şəxsiyyəti məlum idi. Muaviyənin İslamda olan, məsələn, Peyğəmbərin onun barəsində dediyi sözlər məlum idi. Zarəytumul Muaviyyətə fi mənbəri fəbqəru bətnə. Muaviyyəni mənim mənbərimdə görəndə qarnın cırın salın mənbərdən yerə. Müsəlmanlardan azdan çoxdan Muaviyyənin məsələsindən xəbərdar idilər. Xüsusən də Muaviyyənin ki, da müşaviri, vəziri, əmrası idi. O da Muaviyyənin pis tərəfinin tanıtdırılmasında, cəmaatın belə agah olmasında mövzular, yəni üzə çıxardan məsələlər, çıxartdığı məsələlər var idi. Ondan sonra məsələn Əmmar ki, Siffin müharibəsində şəhid oldu. Həzrət Rəsulullah demişdi ki, Əmmarı dinlə çıxanlar öldürəcək. Biz Əmmarın alnının tərin siləndə, məscidin nəbi tikiləndə dedi ki, Əmmar səni dinlə çıxanlar öldürəcək. Əmmar ki, orada şəhid oldu. Orada bir dəstə insanlar da ayıldılar ki, yəni Həzrətin o sözünü eşitmişlər. Düzdür, ona da bir hilə işlətdilər. Dedilər, Əmras ki, xəbər yaydı, söz yaydı ki, Əmmarı Əli öldürdü, Muaviyə öldürmədi ki,
Çünki əli gətirmişdi onu müharibəyə. Belə buna da alınanlar oldu. Amma ayılanlar da çox oldu Əmmarın şəhadətindən sonra. Amma Nəhrəvan müharibəsi da burada Muaviyyənin dəstəsi deyirdi zahirdə. Bunların hamısı düzdür. Bunlar əslində elə qoşulmuşlar Muaviyyəyə. Muaviyyənin sözü ilə sözləri üst-üstə düşürdü, əməli ilə əməlləri üst-üstə düşürdü. Muaviyyə və Əmras və dəstəsi də İmamın əleyhinə çıxmışlar. Bunlar da İmamın əleyhinə çıxmışlar. Amma zahiri baxımdan dünənləri bunlar Əli əleyhissalamın qoşununda Muaviyyəyə qarşı vuruşurdular. İndi elə bil ki, məsələn, iki qardaş bir-birinə vuruşurdu. Düşmənlə vuruşmaqla iki qardaşın bir-birinə vuruşmağı çox çətin, ağır məsələ idi. Ona görə Əli əleyhissalam deyir ki, bu fitnənin gözünü mən kör elədim. Məndən başqa heç kim buna bu cürət eləyənməzdi. Hətta İbn Abbasa deyir ki, sən ged onlarla danış. İbn Abbas gedir, onlarla biraz söhbət edir. Əsə gəlir ki, deyir, ya Əli, onlarla danışmaq çətindir, onlara kafir demək çətindir. Onların alınları səcdədən, dizləri səcdədən mazol olub da, onlara boyunları bükülüb, belləri kamana dönüb, o qədər rükuda qalıblar. Əli əleyhissalam da yəni İbn Abbası belə danlamadı, dedi, səndə günah yoxdur da, sənin onlara kafir deməyin çətindir, sən üçün çətindir, amma mən onların mövzusunu həll elərəm indi. Əvvəldə İbn Abbas getmiş danışığa və nəhayət Əli əleyhissalam danışdı, onlardan bir dəstəsi səhv eləmirəmsə 10 min, 20 min idi, 10 mini peşman oldular, gəldilər, 5 mini öldürüldü, 5 mini də qaçdı, gizləndi orada burada. Bəs olardı, Həzrət deyir ki, məndən başqa heç kim cürət eləyə bilməzdi. Bədə ənmacə qeyhəbuha və şdəddə kələbuha. Deməli, çünki deyir, bunun fitnəsi hər bir yeri əhatə eləmişdi. Yəni, bu adi bir məsələ deyirdi, fitnəsi çox yeri əhatə eləmişdi və onun hücumu da çox şiddətli idi. Dediyim o bəzi cəhətlərdən də, yəni dünən bir yerdə düşmənə qarşı vuruşurduq, bu gün bir-birimizə qarşı vuruşuruq. Bunun həm fitnəsi böyük idi, həm də ki, hücumu çox şiddətli hücum idi də, elə yaxında idi. Bir var, düşmən uzaqda ola, uzaqdan o gələnə qədər sən neyəsən, hazırlaşasan, fikirləşəsən, ondan sonra bir plan qurasan, çertiyöz çəkəsən, o vaxt udmaq olur onda. Amma çox yaxında idi, hücumu da çox güclü idi, şiddətli idi. O baxımdan deyir, o ağır bir dənə məsələ idi. Böyük fitnə idi ki, o fitnəni mən yatırtdım. Sonra ardıcan Həzrət bu işdə düzgün yolun seçilməsinə işarə eləyir. Yəni, kimlərsə fikirləşməsin, bəlkə Həzrət Əli məsələn düz eləmədi, bunu başqa cəhətdən sahmana salmaq olardı, başqa cürə məsələn eləmək olardı, eləmək olardı ki, məsələn heç bu hadisə baş verməsin, eləmək olardı mı ki, məsələn adam az ölsün, eləmək olardı mı ki, heç məsələn o qaçıb gedənlər də qaçıb getməsin. Bu söz-söhbətlər də var idi insanların içərisində, ürəyində. Çünki insanlar o imamətin, vilayətin tək tam qəlblərində oturda bilməmişdilər. Elə indi də çox adam oturda bilməyib. Görürsən, məsələn, soruşurlar, imam niyə elə elədi? Məsələn, deyir, imamdır, Hüccətullahdır, Vəliyullahdır. Amma deyir, məsələn, İmam Rıza zəhəri niyə aldı işdi, məsələn? Yaxşı, görürsən, 100 dəfə İmam Rıza əleyhissalamın ziyarətinə gedib, hələ deyir, ildə 100 dəfə də gedərəm, amma bir də onu həzm eləyə bilmir ki, bu Allahın höccətidir. Onun işinin heç bir, yəni, iradi işqalı ola bilməz və bu birbaşa ilahi hikmət üzərində qurulmuş bir işdir də. Yaxşı, ona görə orada da qəlblərində şək, tərəddüd eləyənlər var idi ki, görəsən, bu iş düz oldu, düz olmadı, yerində oldu, yerində olmadı. Həzrət bunlara cavab olaraq deyir ki, fəvəlləzi nəfsi biyədi, la təsəlunə ən şeyin fīmā beynəkum və beynəs-saə. And olsun o şəxsə ki, mənim canım onun əlindədir. Əli əleyhissalamın başqa məsələn kəlamlarında var, başqa yerlərdə səluni qəblə ən təfqudun.
məni itirməmiş, məndən soruşun. Nə istəsəz soruşun, mən sizə cavab verəcəm. Burada da deyir ki, and olsun o Allaha ki, mənim nəfsim onun əlindədir. Əgər məndən fima beynəkum və beynəs-saə, indiki saatınızla, indiki halınızla qiyamətin arasında olan bütün məsələlərin hamısından soruşsunuz, və la ənfiətin təhdi miətən və tuzilli miətən və hər bir dəstədən soruşsunuz ki, 100 nəfəri fəsada salıb, 100 nəfəri hidayət eləyib, məsələn də 100 nəfəri misal kimi deyir. Yəni bir dəstədən ki, bir dəstəni məsələn hidayət eləyib, bir başqa dəstə ki, bir başqa dəstəni nə eləyib? Zəlalətə salıb. Bunlardan soruşsunuz və miətən, tüzüllü miətən illa ənbətukum hamısından xəbər verərəm sizə. Yəni, hal-hazırki saatınızdan, bu dəqiqədən, məsələn, saat neçədə, bu dəqiqədən başlayın qiyamətə qədər. Nələr var soruşun, mən sizə xəbər verəcəm. Yer üzündə indi məsələn 100 nəfər ki, 100 nəfəri hidayət edir. Məqsəd odur ki, yəni kimlər kimi hidayət edir, kimlər kimi zəlalətə salır, ondan da xəbər verərəm sizə. Özdə bir naiqiha, hansı ki, o naiq heyvanın, bəzi heyvanın səsinə deyərlər, o ənkərəl-əsvata deyərlər. Ki, Əleyhisselam məsələn, kəlamlarının birində deyir ki, yəstəmunə kullə naiq. Hər elə belə də o heyvan səsi çıxardana qulaq asırsınız. O bəzi heyvanın çıxartdığı səsə deyərlər ki, məqsəd o fəsada dəvət eləyənlərdir. Yəni, onların o fəsada dəlalət, fəsada dəvət eləyənlərinin də sayını bilirəm və qaidiha, onlara rəhbərlik eləyənlərin də sayını bilirəm və saiqiha, onları sövq elətdirib o tərəfə sürüşdürənləri də və münaxi rikabiha və bütün o və məhəddi rihaliha. Deməli, onları münaxi rikabiha, rikab mini mənasında, münax ucu, batıcı olan, şüş olan bir şeyə deyərlər ki, bəzi heyvanları qovmaq istəyəndə, çapmaq istəyəndə ondan istifadə eləyərlər də, biz kimi bir şey məsələn. Burada həmin o mənadadır ki, fasiqlər, fasidlər, bəzi insanları belə deşə-deşə, biz deyə ki, fəsada tərəf apararlar, onlardan da xəbərdaram və məhəddi rihaliha və onların karvanının oturaq yerindən də sizə xəbər verərəm. Harada məskənləşiblər, hansı işi harada görürlər, necə görürlər. Bunların hamısından da sizə xəbər verərəm. Və mən yuqtəl min əhliha qətlən və mən yəmut minhum mavtən. Onlardan hansı öldürüləcək, yuqtəl qətlən. Yəni, kiminsə tərəfindən qətl, adətən ona deyərlər ki, kiminsə tərəfindən öldürüldü. Mavt ona deyərlər ki, öz əcəli ilə ölən. Adətən, məsələn, mən matə minkum, sizlərdən kim ölsə. Və mən matə və mən yuqtəl minkum, sizdən kim öldürülsə. Məsələn, şəhidlərin barəsində deyir ki, və la təhsəbənnəlləzinə qutulu fi səbilillah ənvat, Allah yolunda öldürülənlər. Qətl adətən o kəlmədə işdir. Kim neçə nəfər onların içərisindən öldürülüb, neçə nəfər onların içərisindən ölüb və neçə nəfər öldürüb, onların hamısından deyir, siz xəbər verərəm mən sizə. İndiki saatınızdan qiyamətə qədər olan bütün hadisələr və hətta dediyimiz bu, məsələn, kim kimi hidayət edir, kim kimi öldürür, kim kimi fəsada çəkir, onların bütün o əhvalından hamısından sizə xəbər verərəm ki, yəni bir növ demək istəyirdi, siz amma gördürüm mənim barəmdə nə fikirləşirsiniz ki, mən o mövzuda düz eləmişəm ya səhv eləmişəm. Bəlkə bunun başqa bir yolu var idi, məsələn, mən onu eləsəydim yaxşıdır, yox. Bu nədir? Bu cürədir. Sonra buradan bir dənə mövzu gəlir, Əleyhisselama biri sual verir ki,
bu sözlər ki, siz danışdınız, bu iddianı ki, sən elədin, ya o səlunu qəblə ən təfquduni mövzusunda ki, sən bu iddianı elədin, o qeybi bilirsənsən, Həzrət buyurdu ki, leysə huvə bi ilmi qeybin, bu elmi qeybidən deyir və innəmə huvə təəllumu minzi ilmin, bu elm sahibindən təəllümdür, yəni iktisabidir. Məqsəddə, yəni mənə bunu Peyğəmbər öyrədib. Həzrəti Rəsullahdan öyrənmişəm, o da Allahdan öyrənib. İndi ümumiyyətdə biz onun hamısına mümkündür, o belə də biraz mövzuya yüngül yanaşaq, hamısına elmi qeyb deyək, amma o elmi qeyb ki, ilahi elmdir, oradan getmir söhbət. Bu deyir, mənə nisbət bu iktisabidir. Mən bunu kəsb eləmişəm, Peyğəmbərdən öyrənmişəm, Peyğəmbər də Allahdan. Şimdi necə, məsələn, kəlamlarının birində deyir ki, Peyğəmbər dünyasını dəyişəndə mənə çəkdi, sinəmi yapışdırdı sinəsinə, mənə elmidən 1000 qapı açdı, hər qapıdan da 1000 qapı açır. Keçmişlərin, gələcəklərin, yerdə olanların, göydə olanların hamısının xəbərin verdi mənə, onun ardıcan deyir ki, səlunu qəbilən təfqüdür. Bəs nəticədə nə istəyirsiniz, nədir? Məndən soruşun. Burada da Həzrətin məqsədi elminin dərəcəsini bildirmək deyirdi, ya elmini nümayiş elətdirmək deyirdi. Onlara, yəni onlar ki, Həzrətin başında qalmışdılar, onların sabit qədəm qalmağından ötəri, onların azmamağından ötürü, onların da o birisilərin gedənlərin dalıcan getməməyindən ötürü məcbur olurdu neynəsin? Həzrət bu sözləri desin onlara ki, yəni orada düzgün yol ancaq bu yoldur. Yaxşı. Ondan sonra Həzrət buyurur ki, وَلَوْ قَدْ فَقَدْتُمُونِي وَنَزَلَتْ بِكُمْ كَرَائِهُ الْأُمُورِ وَهَوَازِبُ الْخُطُوبِ لَأَتْرَقَ كَثِيرٌ مِنَ السَّائِلِينَ وَفَشِلَ كَثِيرٌ مِنَ الْمَسْئُولِينَ deyir, əgər siz itir söz məni, indi hal-hazırda mən sizin yanınızdayam və sizin ixtiyarınızdayam, siz istədiyinizi məndən soruşursunuz və öyrənirsiniz. İndi bəziləriniz razılaşır, bəziləriniz razılaşmır. Bu da imanın zəifliyindəndir, insanın, bayaq dediyim kimi, imama əqidəsinin az olmasındandır. Amma deyir, birdən siz mənə itirsiniz və sizə o acılı işlər üz versə və bəzi xoşa gəlməz hadisələr gəlsə, sizdən لَأَتْرَقَ كَثِيرٌ مِنَ السَّائِلِينَ وَفَشِلَ كَثِيرٌ مِنَ الْمَسْئُولِينَ soruşanlardan çoxu ətrəqə, turuq mənasındadır. Yəni, yollanacaqlar, hərəsi bir yola düşəcəklər, hərəsi bir cığıra düşəcəklər, hərə bir tərəfə dağılacaqlar. Hətta və fəşilə kəsirun minəl məsulin, məsullardan da çoxu, yəni o sual olunanlardan da çoxu nə olacaq? Fəşilə, fəşiltum Quranda deyir, tənazətum və fəşiltum. Dağılacaq, aradan gidəcək. Yəni, nizamınız pozulacaq. Sizə nə suallarınız yerində olmayacaq, nə o məsullarınız yerində olmayacaq. Yersiz sual verəcəksiniz, özə bilməyən adamlara sual verəcəksiniz. Ondan sonra biləcəksiniz hansı fitnə, hansı bəlaya düşmüşük. Necə ki, elə hər bir imamdan sonra ətrafında olanların başına o peşmançılığı gəlirdi. Bilirdilər ki, məsələn, biz hansı neməti əlimizdən vermişik və hansı bəlaya düşmüşük. Və zalikə izə qəlləsət hərbukum. Bu da onda olacaq ki, nə olacaq? Sizin müharibələriniz başlayacaq davam eləməyə ki, inşallah buradan sonrasın gələn dəfədə danışaraq qismət olsa və sallallahu əla səyyidina və nəbiyyina və alihi tahiri.